şəhid daşına bir deyəcəyəm, axan göz yaşına dur deyəcəyəm. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası ağlama. Zamana müəmma sir deyəcəyəm, ağlama şəhid anası ağlama. Həyat yaranandan üzü qaradır, İnsanlar çoxalıb dünyada dərdir. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası ağlama. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası ağlama. 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 Vətən müqəddəsdir, qorunsun gərək. Vətən sevgisiyle döyünsün ürək. Dar gündə yolunda can qurban verək. Ağlama şəhid anası ağlama. Dar gündə yolunda can qurban verək. Ağlama şəhid anası ağlama. Həyat yaranandan üzü qaradır, İnsanlar çoxalıb dünyada dərdir. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası ağlama. Dərdi olanlara təsəlli yardır, ağlama şəhid anası ağlama. Ağlama şəhid anası ağlama. Ağlama şəhid anası ağlama. Ağlama şehit anası ağlama. Ağlama şehit anası ağlama. Ağlayan gözünün yaşına kurban, qar kimi ağaran saçına qurban. Şəhidimin məzar daşına qurban. Ağlama şəhid anası ağlama. Şəhidimin məzar daşına qurban. Ağlama şəhid anası ağlama. Yaranandan üzü qaradır, İnsanlar çoxalıb dünyada dərdir. Dərdi olanlara təsəlli yardır, ağlama. عذاب النار برحمتك ارحم الراحمين وبحق نبينا وآله الطاهرين وبحرمة سورة الفاتحة الصلوات. اللهم صل على محمد وآل محمد.
Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal mustakim. Sıratallezîne en'amte aleyhim. Gayrel mağdubi aleyhim veleddâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Allahu samad. Lem yelid ve lem yulad ve lem yekun ve lahu kufuven ahad. Allahümme salli ala Muhammed ve ala Əziz tədbir iştirakçıları, hamınız xoş gəlmişsiniz. Bugünkü bu ziyarət ocağına, bu müqəddəs ocağa, qanlı, canlı, bu dövlət üçün, ərazi bütövlüyümüz üçün, suverenliyimiz üçün qurban verən qəhrəman oğlanlarımızın ziyarətinə gəlmiş. Bu günlərim o qəhrəman oğlanlardan biri Firədə Asif ləqəbi ilə tanınan Asif Məhərrəmovdur. Bu gün onsuz 32-ci ildə ömrünü qeyd edilib, dünyadan köçməsini, şəhadətən ucalmasını. Allah gələnlərin hamısının canlı sağ eləsin. Əziyyət, bu isti havada əziyyət çəkib gəlmişsiniz. Respublika Qarabağ Qazilər Birliyinin adından, Asif Məhərrəmov fondunun adından gələn insanların hamısına xüsusi təşəkkürümü bildiririk. Ağdam İctimaiyyət nümayəndələri burada gəlir. Ağdam rayon icra hakimiyyətinin şəhid ailələri, veteranlar iş üzrə nümayəndəsi buradadır. Akif müəllim buradadır. İctimai birliklərin sədrləri buradadır. Ağdam rayonunun ictimaiyyəti buradadır. Rəhmətli Asif Məhərrəmovla bir yerdə döyüşmüş döyüş yoldaşları buradadır. Bir sözlə Azərbaycan xalqının Əzzağa müəllim buradadır. Azərbaycan xalqını, ərazi bütövlüyünü qoruyan insanların şəhadətini həmişə uca tutub, onların əziz ruhlarını həmişə yad eləmək üçün bura gələn insanların hamısına təzədən xüsusi təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Gördüyünüz kimi hava çox istidir. Bir-iki nəfərə burada söz verəcəyik. Qalanı inşallah ki, orada rəhmətliyin adına ehsan süfrəsi açılıb, orada məclisimizi davam elətdirəcəyik. İcazənizlə bir-iki nəfərə burada söz verəcəyik, sonra məclisimizi orada davam elətdirəcəyik. Birinci növbədə sözü vermək istəyirəm Taliyel müəllimə. Taliyel müəllim bizim ağsaqqalımızdır, dəyərimizdir, müharibə veteranıdır. Həm də bu günləri elmi şura var, ora gedəcəklər deyin, tələsirlər. İcazənizlə birinci sözü Taliyel müəllimə verək. Buyurun Taliyel müəllim. Bütün şəhidlərimizə rəhmət eləsin. Mən qısa olmaq üçün bunu bir neçə dəfə demişəm. Bax, bu müqəddəs yerdə də Asifin qəbri bizim üçün müqəddəs bir yerdir. Burada da demişəm, istəyirəm bunu yenə təkrar eləyəm ki, inanın, Asif ölməyib. Nazim də Patpolkovnika dedi, vallahi yox, narşin eləmişsiniz. Mən nə qədər o dediyim variantları əlatdım, bizi dedi ki, olmaz, apar maşını qoymalısınız, cərimə meydanı. Birdən belə göstərdim, dedi ki, orada qabaqda oturanda Fred Asifin qardaşıdır, ədalətdir, gedirik, bəs belə. Dedi, nə danışdınız, dedim, sürün, yaxşı yol, gedin. Hatta bu adam canlıdır da. Görürsən, ona görə də bu son günlərdə mənə ədalət bir yaxşı bu yazı göndərdi ki, həyatda qazanmaq istəyirsənsə, o həyatdan köçəndən sonra ki, hörmətini qazan yetkinən. Bu kişi onu hər üzünə qazanıbdır. Allah qəni-qəni rəhmət eləsin. Allah bizim Ali Baş Komandanımızın canını sağ eləsin. Şəhidlərimizə rəhmət eləsin. Ordumuz var olsun ki, bizi belə o günləri gördük, gəlib buranın hamımız görmüşdə, yalan yoxdur. Hamımız içində olmuşuq. O günlər indi gəlib bu günlərimizi də gördük. Mən çox hörmətli, bunun adını çəkməsəm olmaz. Bizim hamımızın əzizimiz, Əslən Xocalı, professorların professoru Mübariz müəllimi də buradan məsələn çox yenə minnətdarlığımı bildirirəm ki, hamıdan qabaq birinci bura gəlməyə bizim təşəbbüs göstəribdi. Biraz çox səlahiyyətimlə keçmirəm. Mübariz müəllim də sağ olun, sizin də adınızdan elə Nazim həkimin gələnlərin hamısının Allah rəhmət eləsin, çox sağ olun, var olun, sağ olun. Taliyel müəllim, bir daha sizə minnətdarlığımızı bildiririk. Mübariz müəllimə də, Nazim doktora da. Siz həmişə döyüşçülərin, yaralıların həmişə yanında olmuşsunuz. Bugün də fəaliyyətinizi davam elətdirirsiniz. Əziz insanlar,
Mən bilirəm ki, bura gələn insanların hamısı rəhmətli Firet Asif haqqında necə lazımı danışacaqlar. Yenə deyirəm, hava şəraitini nəzərə alaraq, bu istini nəzərə alaraq bildirmək istəyirəm ki, ürəyimiz doludur. İnşallah ki, orada deyəcəksiniz. Amma bir şeyi qeyd edeyim, söz verməmişdən qabaq, Samir müəllimə söz verməmişdən qabaq bir şeyi qeyd edeyim. Bu Xocalı soyqırımında Çingiz Mustafayevin çəkilişi necə ki, Xocalı soyqırımının tanıtmasını, beynəlxalq təşkilatlarda, dünyada tanınmasına səbəb oldu. Bilmirəm o kadrı kim çəkib, rəhmətli Firet Asifin haqqında bir gözəl müsahibə var, orada gözəl müsahibə verir rəhmətli. Yəni, hələ biz Rusiyadan təzə ayrılan vaxtı, yəni müharibə görməyən bir xalq idik, bir insanlar idik, həmişə sülh şəraitində yaşayan insanlar idik. O müharibə devrində, yəni təzədə başlamış müharibəyə, yəni orada rəhmətli Asifin bir qəşəng sözü var. Bütün o bugünkü gündə, yəni o vaxtki devirdə nəzərə almadığımız heç müharibə konvensiyaları nə idi bilmirdik bəlkə də. Mən şəxsən bilmirdim. Yəni həmin devirdə bir müsahibəsi var. Orada deyir ki, yəni mən əmr verəndə, hücuma keçəndə Allaha dua edirəm ki, əvvəlcədən Allah sən kömək ol bizim atdığımız mərmi, raket, silah dinc əhaliyə dəyməsin. Qadınlara, uşaqlara dəyməsin. Bu bir daha sübut edir ki, bizim xalq necə sülhpərvərdir, necə deyirlər o qonşuluqda yaşamağa həmişə necə münasibətlər göstərir. Yəni demək istəyirəm ki, Xocalı soyqırımında olduğu kimi, bax, rəhmətli Firet Asifin də o çıxışını deməklə bütün dünya sübut eləmək olar ki, Azərbaycan xalqı heç vaxtı qonşuluqda heç bir problem yaratmayıb, sadəcə olaraq bəxti gətirməyib ki, quru ərazilərlə həmsərhəddir bu dəqiqə, həmişə də bizim başımız bəlalıdır. İndi isə sözü vermək istəyirəm Ağdam rayon İcra Hakimiyyətinin şəhid ailələri və veteranlar üzrə iş şöbəsinin müdürü Samir müəllimə. Buyurun Samir müəllim. Çox sağ olun söz verdiyinizə görə. Mən də bugün bizi ətrafına toplayan bütün Ağdam əhalisini, bütün Azərbaycan əhalisini, dünya müsəlmanlarının qəhrəmanı Firet Asifin bugün bizi ətrafına topladığına görə, bugün onun anım gününə gəldiyinizə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Rayon ictimaiyyəti adından, rayon rəhbərliyi adından. Hava şəraitini nəzərə alaraq, amma ürəyimdən keçənləri qısaca da olsa çatdırmaq istəyirəm. Bilirəm ki, hər kəsin məni kimi burada ürəyi doldu. Amma biz kursant vaxtı həmişə bir neçə gün bundan öncə də mən vurulamışam. Biz həmişə gəlmişik Firet Asif kimi, Şirin Mirzəyevçilər, Muxtar Qasımovlar, digər qəhrəman oğullarımızın həmişə hər il dönümündə gəlib buranı ziyarət edirdik. Və Allaha şükürlər olsun ki, 2020-ci ildə Haqq Savaşında biz milli qəhrəmanlarımızın, eləcə də bütün şəhidlərimizin, bütün Azərbaycanlıların qisasını aldıq. Bəli, qəhrəman olmaq üçün əlinə avtomat götürüb döyüşə atılmaq gərək deyil. Qəhrəman olmaq üçün, belə deyək, hərbiçi olmaq gərək deyil. Qəhrəman olmaq üçün əsl vətənini, millətini, bayrağını ürəkdən sevmək gərəkdir. Yəni, bunun misal olaraq bir neçə il demək olar ki, bundan öncə bu yaxın vaxtlarda Azərbaycanda təyyarə qəzasında Azərbaycan xanımının gücünü gördük. Ondan bir müddət öncə İran səfirliyində hücum olunan zaman Azərbaycan oğlunun necə güllənin önünə özünü atdığını görmüşük. Və yaxud da bu yaxınlarda eləcə də bizim qəhrəmanımızın oğlu olan Azər müəllimin Dünya Avropa çempionatında Azərbaycan bayrağını dalğalandırdığını gördük. Və buna misal olaraq, məsəl üçün, Olimpiya çempionu Hidayət Əlidərovun Azərbaycan bayrağını dalğalandırdığını gördük. Və mən nəyə görə deyirəm, çoxdur buna misal çəkə bilərik. Məsəl üçün, bizim burada o qədər dəyərli insanlarımız var ki, istər 1-ci Qarabağ müharibəsində, istər ondan sonra bizi kimi qazilərin həyatda qalmağına səbəb olan hakimlərimiz, Azər həkimlər olsun, burada da gördüm. Bizim tutaq ki, belə deyim, mən German Ağdamlığını gördüm, hansı ki öz yazarı ilə, qəhrəmanlığı ilə o ordunu, əsgərləri cuşa gətirir. Yəni bunun hər biri bir qəhrəmanlıq, yəni qəhrəmanlıq nümunəsidir və mən həmişə bizim burada bir çox Azərbaycanın dəyərli xanımı var, hansı ki 32 il öz nişanlısını itkin ola-ola gözləmişdi və şükürlər olsun ki, bugün onun öz nişanlısına, öz torpağında uyuyur. Yəni mən bunu nəyə görə vurğulamaq istəyirəm? O qədər, yəni biz millət olaraq çox xoşbəxt millətik. Bu günlərim bizim Allahverdi Bağırovun, Firet Asifin, Şirin Mirzəyevin, digər bütün qəhrəmanlarımızın hər birinin ruhu şaddır. Ona görə ruhu şaddır ki, bu günlərim Ağdamda Azərbaycan bayrağı dalğalanır. Xocalının qisası alınıb, Xankəndində bütün insanlar ora gəlir. Və bunun hər birinin əziz insanlar, bir səbəbkarı da var. Biz onu həmişə vurğulamalıyıq. Çünki 1-ci Qarabağ müharibəsinin iştirakçıları buradadır. Onlar 4 il, 5 il, 6 il vuruşmuşdular. Yəni onlar ona görə həmin vaxt çətin idi ki, bizdə vahid komandanlıq yox idi, vahid lideri yox idi. Şükürlər olsun ki, əsası Ulu Öndər tərəfindən qoyulan və daha sonra cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən ordu quruculuğu və 2020-ci ildə başlayan vətən müharibəsi özünü göstərdi və
Biz bir millət olaraq cənab prezidentin dəmir yumruğu ətrafında birləşmişik və bizim bu birliyimiz daimi olsun, əbədi olsun. Allah cənab prezidentimizi qorusun, onun rəhbər təyin etdiyi şəxsləri qorusun, ordumuzu qorusun. Biz daim millət olaraq bir olmalıyıq. Bizim bundan başqa yolumuz yoxdur. Çünki bizi istəməyən insanlar, millətlər çoxdur. Biz hər zaman bir-birimizin yanında olsaq, hər zaman bir-birimizin əlindən tutsaq, bizim qarşımızda duran heç bir mane ola bilməz. Mən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm. Eləcə də Ədalət əmiyə, Azər əmiyə, yaxınlara, bütün asif sevərlərə başsağlığı verirəm. Və inanın, 10 dəqiqə, 3 dəqiqə ərzində bu çıxışları ürəyimizdən keçənləri çatdırmaq olmur. Mən bilirəm onun döyüş yoldaşları, onunla bağlı xatirələr, onu tanıyan insanlar. Amma qısaca olaraq onu deyə bilərəm ki, məhz biz bu millətik ki, bu millətin nümayəndəsiyik ki, hansı ki 1-ci Qarabağda öz oğlu şəhid olan, Ala Yaqubun oğlu şəhid olan zaman ata vurğulamışdı ki, mən bütün burada olan əsgərlər mənim oğlumdur. Məhz Fred Asif kimi qəhrəman bir oğul, hansı ki ona milli qəhrəman təqdim olunan zaman, birinci dəfə o ondan imtina etmişdi. Yəni, məhz biz həmin millətin nümayəndəsiyik ki, 44 günü Vətən müharibəsində Müşfiq Abbasovu 2 oğlunun yanına götürərək müharibəyə yollanmışdı. Məhz biz həmin millətin nümayəndəsiyik ki, 1-ci Qarabağ müharibəsində yoldaşını şəhid vermiş, 2-ci Qarabağ müharibəsində öz oğlunu şəhid vermiş biz həmin millətik. 1-ci Qarabağ müharibəsində bir oğlunu, 2-ci Qarabağ müharibəsində bir oğlunu, hansı ki bir yaxınlarda Raqif Orucovun film təqdimatında orada mən bir ana gördüm ki, aprel döyüşündə bir oğlu şəhid olub, 44 günlükdə bir oğul. Yəni mən onu vurğulamaq istəyirəm ki, yəni çıxışımın sonunda onu vurğulamaq istəyirəm ki, Ulu Öndər dediyi kimi mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Mən də sizlər adından biz həmişə fəxr etməliyik. Azərbaycanlı olduğumuzla Allah dövlətimizi qorusun. Cənab Ali Başkomandanı ona görə qorusun ki, onun həm daxili, həm xarici uğurlu siyasəti nəticəsində demək olar ki, biz daim qələbə əldə edəcəyik. Və bəli, mən bilirəm, hər hansı bir bizim çoxdur qəhrəmanlarımız. Zaman keçdikcə cənab prezident özü hər şeyi, nəyi nə vaxt etmək lazım olduğunu bilir və bizim burada olan bütün uyuyan qəhrəmanların ailələrinə səbir diləyirəm. Allah dövlətimizi, millətimizi qorusun. Mən burada sonda bütün Ağdam, yenə Ağdam ictimaiyyəti adından, Ağdamın bütün şəhid ailələri, qaziləri adından, Ağdam rəhbəri adından başsağlığı verirəm hər birinizə. Çox sağ olun. Uzaq yol gəlmişsiniz bugünkü tədbirdə iştirak etmək üçün. Bir daha Asif Məhrəmov Fondu adından, Qarabağ Qazilər Birliyi adından, təşkilatçı olan Leyla Əhmədov adından xüsusi təşəkkürümüzü bildiririk. Var olasınız. Əziz insanlar, burada xeyli insanlar iştirak edir, şəhid ailələri iştirak edir, yazıçılarımız, rejissorlarımız iştirak edir. Şəhidlərimizi sevirik, onlara saygımız sonsuzdur. Amma icazənizlə, yəni təşkilatçıların fikridir ki, xahiş edir ki, məclisimizi Ehsan süfrəsində kimin ürək sözləri var, döyüşçü yoldaşlar da, birlik sədrlər buradadır, Füzuli müəllim buradadır, Müşfiq müəllim buradadır, Əzizağa müəllim buradadır. Adlarını çəkə bilməyən qardaşlar üzrə hesab eləsinlər. İnşallah ki, Ehsan süfrəsində davam elətdirəcəyik. Var olun, Allah şəhidlərimizə rəhmət eləsin, cəmi şəhidlərimizə rəhmət eləsin. Allah ölkəmizə hər zaman əmin-amanlıq eləsin. Bir daha belə ağrı, acılı günləri dövlətimiz yaşanmasın. Analarımız, bacılarımız, xanımlarımız göz yaşlı qalmasın.